Hər vaxtınız xeyir dostlar. Uzun müddətdən sonra nəhayət istədim bir yayım açım və baş verən hadisələri qısaca şərh edeyim. İlk növbədə söhbət əlbəttə ki, son günlərin ən diqqət çəkən hadisəsi olan İsrail-İran qarşıdurmasından gedir. Bu barədə istər dünya mediasında, istər İsrail, istər İran mediasında, istərsə də Azərbaycan mediasında olduqca müxtəlif versiyalar var və bu versiyalarda da son dərəcə ağla sığmaz iddialardan tutmuş, hansısa obyektiv səbəblərə qədər göstərilir. Amma bütün bunlar məni şəxsən qane eləmir. Ona görə qane eləmir ki, gəlin birinci etiraf eləyək ki, istənilən bir müharibə həm də informasiya müharibəsi deməkdir. İnformasiya müharibəsi isə informasiyadan silah kimi istifadə etmək deməkdir və biz də bunu görürük. Biz görürük ki, məsələn, İsrailin informasiya gücü İranınkindən qat-qat çoxdur. Və İsrailin tərəfində olan media təkcə İsrail mediası deyil. İsrailin çoxsaylı dəstəkçiləri olan, lobbiçiləri olan Avropada, Amerikada, Rusiyanın özündə, Rusiyanın Avropaya və digər ölkələrə sığınmış müxalif mediası deyək və yaxud özünü müstəqil kimi təqdim edənlər əsasən İsrail mövqeyini ifadə edir və istər İsrail, istər İran mövqeyini ifadə edənlər də hər bir halda daha çox təbliğat fəaliyyətindən məşğuldurlar. Təbliğat olan yerdə isə obyektiv məlumatdan söhbət gedə bilməz. Bəs nə baş verdi? Niyə bu baş verdi? Mən istərdim biz hadisələrə bir qədər uzaq tarixdən baxaq. Uzaq tarix dedikdə mən 20, 30, 10 il, hətta 5 il geriyə getmək istəmirəm. Məlum oktyabrın 7-si hadisəsi. Həmasın İsrailə qəfil hücumu və ilk baxışdan İsrailin biabırçı şəkildə Həmasın əlində aciz qalması. Nə idi bu? Hər kəs bunu belə qəbul elədi ki, Həmas çox uğurlu bir əməliyyat hazırlayıb, əməliyyatı həyata keçirib. Amma biz bunun ardınca İsrailin çox uzaq gedən addımlarını gördük. Yəni, İsrail faktiki olaraq Qəzzanı yer üzündən sildi, Həması darmadağın elədi, bundan sonra Hezbollahı hədəf aldı, Livanı, Beyrutu xeyli dərəcədə bombaladı. Bunun ardınca Türkiyə Suriyada hakimiyyətin dəyişməsinə dəstək verdi və İsrail bundan istifadə edərək Suriyanın Əsəd rejimindən qalan bütün hərbi potensialını darmadağın elədi. İstər hərbi dəniz qüvvələrini, istər hava hücumundan müdafiə qüvvələrini, quru qoşunlarını, silah anbarlarını, bütün infrastrukturu demək olar ki, sıradan çıxardı. Və bunun da adını qoydu potensial təhdidlərin aradan qaldırılması üçün atılan profilaktik addımlar. Nəticə. Bugün o nəticə artıq görünür. Nəticə budur ki, bugün İsrail təyyarələri Suriya və İraq üzərindən uçaraq İrana zərbələr endirir. Bəs niyə İsrail bunu çox rahatlıqla həyata keçirir? Birincisi, Suriya, dediyim kimi, artıq hər hansı bir müqavimət göstərmək, hətta hava hücumunun qarşısını almaq, hava məkanına təyyarələrin daxil olmasına mane olmaq imkanından mərhumdur. Tam məhrum olubdur bu imkandan. İraq isə faktiki olaraq onun hava məkanı Amerika Birləşmiş Ştatlarının nəzarətindədir. Buradan belə qənaətə gəlmək olur ki, və bu qənaəti də artıq Amerika prezidenti Donald Trump özü təsdiqlədi,
ABŞ-ın da bu əməliyyatdan həm xəbər olub, həm də dəstəyi olub buna. Və səbəb nə idi? Mənim şəxsən ağlıma burada 3 səbəb gəlir. Birinci səbəb odur ki, İran ABŞ danışıqları gedir, İranın nüvə proqramı əsasında, ətrafında daha doğrusu. Və bunun növbəti raundu bazar günü Omanda olmalıydı. Səhv eləmirəmsə, sadəcə 6-cı görüş. Həmin görüşdə bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən Trump'ın Yaxın Şərq üzrə xüsusi elçisi Steven Witkoff'dur. Steven Witkoff siyasətçi deyil, diplomat da deyil, strateg də deyil. O biznes adamıdır və onun apardığı bütün danışıqların kökündə biznes maraqları dayanır. Deyək ki, ehtimal edək, əlbəttə. Steven Witkoff İranla belə danışıqlar aparırdı ki, İranın nüvə proqramına son verilir, İran üzərindən sanksiyalar götürülür. Bunun əvəzində isə İran ABŞ şirkətlərinə onun neft, qaz hasilatına giriş imkanı yaradır və bununla da necə deyərlər, həm quzular sağ qalır, həm də qurd doyur. Amma biz bilirik ki, İranın həmişə çox çevik diplomatiyası olubdur. Bu həqiqətdir. Və İran diplomatiyası başladı bu danışıqları uzatmağa. Eyni zamanda İsrail tərəfi geniş şəkildə təbliğata başladı ki, bəs deməsənmi İran bu dəqiqə atom bombası düzəldir, az qalıbdır, bir həftə qalıb, 10 gün qalıbdır. Və belə bir təəssürat yarandı ki, daha doğrusu yaradıldı ki, güya İrana zərbələrin səbəbi bu imiş və həm də İranla ABŞ arasındakı danışıqları pozmaq. Əziz izləyicilər, mən sizə bir şey deyim. İsrail o gücün sahibi deyil ki, öz başına nəinki İrana, istənilən bir ölkəyə qarşı addım atsın və ABŞ-ın razılığı olmadan ABŞ-ın planlarına müdaxilə eləsin. Bu qeyri-mümkün bir şeydir. Bu heç nəzəri baxımdan mümkün deyil. Nəinki praktiki baxımdan. Və biz gördük ki, Donald Trump da təsdiqlədi ki, onun bu hücumdan məlumatı olubdur. Deməli, burada söhbət heç də həmin o danışıqlara məcbur eləməkdən getmir. Çünki danışıqlara məcbur etmək əks effekt də verə bilər, özü də bu şəkildə. Yəni, İran aşağılanmış, onun generalları, özü də yüksək vəzifəli generalları, ali din rəhbərin müşaviri səviyyəsində İranın rəsmiləri qətlə yetirilib, 20-dən yuxarı şəxsin adı çəkilir, İranın hərbi infrastrukturuna ciddi zərbələr endirilib və bundan sonra İran danışığa gedirsə, əlbəttə ki, o təslim olmuş bir şəkildə gedir. Təslimçiliklə gedir. İran bu danışıqlara getməyəcək yüksək ehtimalla. Gedəcəksə, onda deməli İran bundan da pisinin ola biləcəyini gözləyir, ehtimal edir və ona görə də məcbur olur getsin. Ziyanın yarısından qayıtmaq prinsipi üzrə. Bunu zaman göstərəcək. Zaman da elə çox deyil. Sabah bu görünəcəkdir. İkinci variant odur ki, həqiqətən İran nüvə silahının çox yaxınlığında olubdur və bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də bildirirdi. İsrail buna görə bu addım atdı. Təbii ki, ABŞ-ın razılığı ilə. İstənilən halda bu ABŞ-ın razılığıdır. İstənilən halda. İkinci variant yoxdur burada. Üçüncü ehtimal Yaxın Şərqin yenidən dizayn olunmasıdır. Ki, bu da istisna deyil. Mümkündür ki, məhz İranın Yaxın Şərqdə əsas oyunculardan biri olan dövlətin zəiflədilərək sıradan çıxarılması, bax, həmin o oktyabrın 7-sindən başlayan, Həmasın İsrailə hücumundan başlayan böyük bir planın tərkib hissəsidir. Yaxın Şərqin yenidən dizayn olunması ehtimalının daha inandırıcı olmasına başqa bir məqam da işarə eləyir. Ərəb ölkələrinin, özəlliklə də ərəb monarxiyalarının, Ərəbistan yarımadası ölkələrinin, yəni Səudi Ərəbistanıdır, orada qismən Qətərdir, Birləşmiş Ərəb Əmirlikləridir. Bunların ABŞ iqtisadiyyatına böyük həcmdə
investisiya eləməsi. Söhbət orada 3 trilyon yarımdan gedir. Və belə bir şəraitdə belə çıxır ki, onlar öz müdafiəsini satın aldılar. İndi İranın növbəsidir. Amma İran buna getmək istəmir. Çünki İran bilir ki, o qərbə etibar edə bilməz. Özəlliklə də Donald Trump'a. Gəlin xatırlayaq ki, Obama dönəmində həmin o 6 ölkənin və İranın iştirakı ilə İranın nüvə proqramına dair imzalanmış sazişdən çıxan məhz Donald Trump oldu. Yəni, bugünkü hadisələrin səbəbləri həmin o 17-ci ilin əvvəlində prezident səlahiyyətlərinə birinci dəfə başlayanda Donald Trump'ın bu müqavilədən çıxmasıdır. Və bugün bu hadisələr məhz onun davamıdır. Onun sayəsində baş verdi. Amma bütövlükdə proses olduqca təhlükəli prosesdir. Ona görə təhlükəli prosesdir ki, İsrail təkcə İranla kifayətlənməyəcəkdir. Elə İsrail rəsmilərinin, İsrailin hökumət, dövlət qurumlarına yaxın medianın, müxtəlif informasiya platformalarının yaydığı məlumatdan açıq-aydın görünür ki, hədəfdə Türkiyədə var. Və bunu açıq deyirlər. Və heç kim bundan çəkinmir. İsrail rəsmilərinin heç biri bundan çəkinmir. Və əlbəttə ki, Türkiyənin də bu mənada baş verənlərə sərt reaksiyası anlaşılandı. Yəni, mən daha çox o üçüncü varianta, dediyim kimi, Yaxın Şərqin yenidən dizayn olunması variantına belə deyək də, ehtimal verirəm. Ona görə ki, proses daha böyük proses görünür. Bu, adi bir İran-İsrail qarşı durması kimi görünmür. Biz gördük ki, bu məsələdə Qərb ölkələri demək olar ki, birmənalı şəkildə İsrailə dəstək verdilər. Hətta dünənə qədər Fransanı kəskin tənqid eləyən, İsraili kəskin tənqid eləyən Qəzziyə görə Fransa indi İsrailə hər tərəfli dəstək verdi. Deməli, burada söhbət qlobal prosesdən gedir, geosiyasi prosesdən gedir. Əlbəttə, ilkin nəticələr də belədir. İlkin nəticələr acınacaqlıdır. İlk növbədə İran üçün acınacaqlıdır və ilkin nəticələr ondan ibarətdir ki, müasir müharibənin müqəddaratını artıq döyüş meydanı deyil, artıq texnika sayı deyil, texnologiyalar və onların inkişaf səviyyəsi müəyyən eləyir. Bu arada izləyənlərdən xahiş eləyərdim, məsləhət bilsəz, bəyənin, paylaşın bu yayımı. Qoy daha çox insan baxa bilsin, çünki demirəm ki, mənim iddialarım ən düzgün yanaşmadır. Bu da bir mövqedir. Mövqelər olduqca çoxdur. Azərbaycanda baxıram mən, açığı orada yazılan fikirlər, söylənilən fikirlər əksər hallarda məni qane eləmir, çünki məsələyə çox dar bucaqdan baxış sərgilənir. Bilmirəm, bu bilərəkdəndir, yoxsa bilməyərəkdəndir. Ümumiyyətlə, Azərbaycanda İsrailin atdığı addımlara da münasibət olduqca ehtiyatlıdır və bəzi hallarda isə İranın bombalanmasını, İranın az qala dağıdılmasını Azərbaycanda xeyli alqışlayan insanlar da var. Mən düşünmürəm ki, bu bizə yaxşı nəsə vəd edir. Bu barədə mən ayrıca danışacağam. Tamam fərqli danışacağam mövzuda. Bilavasitə baş verən hadisələrin Azərbaycan üçün mümkün fəsadları və Azərbaycana ola biləcək təhdidləri. Onlar isə olduqca genişdir. Artıq müharibə gəlib bizim sərhədlərimizə çatır. İndi biz bu hadisəyə geniş bucaqdan baxsaq, geosiyasi bucaqdan, qlobal bucaqdan, mən isə bunun tərəfdarıyam, başqa bir hadisə də görürük. Hadisə ondan ibarətdir ki,
Nədənsə bu Azərbaycan mediasında heç şərh olunmadı. Ermənistanda Qərb şirkətləri, ABŞ, Fransa şirkətləri yeni bir superkompüter və süni intellekt üzərində işləyən yeni bir layihə yaradırlar. Maraqlıdır. Və bu layihədə iştirak edən şirkətlərdən biri ABŞ-ın məşhur texnoloji şirkəti, dünyanın öz kapital dəyərinə, yəni bazar dəyərinə görə ikinci şirkəti Microsoftdan sonra olan süni intellekt və çip istehsalı üzrə məşhur şirkət Nvidia şirkətidir. Çox simvolikdir ki, Azərbaycan Dövlət Neft Fondunun bu şirkətdə 557 milyon dollarlıq səhmləri var. Nədənsə Azərbaycan onu dəvət eləmir və o da gedib Ermənistanda belə bir superkompüter yaradır. Süni intellekt proqramları üzrə və bir Fransa şirkəti də iştirak edir. Yəni biz artıq bu təhdidin bizə də gəlib çatdığını görürük. Bunlar təsadüfi şeylər deyil. Qətiyyən təsadüfi deyil. Süni intellekt artıq gələcəyin yox, bugünün silahıdır. Süni intellekt kimin əlində olacaqsa, mən demirəm, iddia eləmirəm ki, Ermənistanın əlində olacaq. Ermənistan orada alətdir, alət ola bilər. Necə ki, İsrail özü alətdir. Düşünmək lazım deyil ki, İsrail hardasa bir müstəqil qərar verir, yəni isə özü belə addımlar atır. Xeyr, İsrail onu eləyə biləcək dövlət deyil. Ona o səlahiyyətlər verilməyibdir. İndi baxın, bu xəritəni tamamlayanda nə alınır? Qəribə bir mənzərə alınır. Suriyanın şimalında İsrailin və ABŞ-ın dəstəklədiyi Kürd silahlı birləşmələri, Suriyanın onun şimalı ilə həmsərhəd olan İraqın şimalında Kürdistan Muxtariyyəti və İranın şimalında Cənubi Azərbaycanda, yəqin xatırlayırsınız, Urmiyada Kürdlərin çıxışları, Urmiya Kürd torpağıdır və s. İzləyənlər xatırlayar. Mən hələ Naxçıvanda Vasif Talıbovun kənarlaşdırılması ərəfəsində demişdim ki, Türkiyəni Azərbaycandan və digər türk dilli ölkələrdən təcrid eləmək məqsədi ilə bir Kürd zolağının yaradılması həyata keçirilir. Belə görünür ki, bu həmin plandır. Çox vaxtınızı almaq istəmirəm. 18 dəqiqədən artıq bu barədə danışdıq və ümid edirəm ki, başlanğıc üçün mən uzun müddət çıxış eləməmişdim öz kanalımda, öz video blogumda. Ümid edirəm ki, nəysə səmərəli bir şey götürə bilərik bundan və davamı da olacaqdır hadisələrin gedişatı haqqında, onların mümkün daha uzaq gedən nəticələri haqqında, həmçinin Azərbaycan üçün onun mümkün fəsadları və dediyim kimi riskləri, təhdidləri haqqında bu başdan deyə bilərəm ki, bu hadisələr Azərbaycana olduqca ciddi təhlükə yaradır və mən deyərdim ki, bu təhlükə bəlkə də Azərbaycan üçün İrandan da böyük təhlükə yaradır Azərbaycana. Mənə burada sual verildi ki, Azərbaycanın mövqeyi necə olmalıdır? Azərbaycan bu məsələdə neytrallığını qoruyub saxlamalıdır və Azərbaycan bütün imkanlarından istifadə edərək Cənubi Azərbaycanın şəhərlərinin bombalanmasının qarşısını almalıdır. Azərbaycan mediasında bu barədə sərsəm iddialar ortaya qoyurlar. Sosial mediada bir çox insanlar bunu anlamayaraktan eləyirlər. Bəziləri isə bəlkə də planlı eləyirlər. Azərbaycan bütöv bir ölkədir. Bugün hələlik o bölünübdür. Əgər planda İranın parçalanması varsa, təsəvvür edin, iddia edirlər ki, İran ərazisində, yəni Cənubi Azərbaycan ərazisində İsrail yalnız hərbi obyektləri vurur. Birinci, bu yalandır. Təbriz hava limanı
və yaxud Təbriz neft ayırma zavodu hərbi obyekt deyil. İkincisi, tutalım ki, planda həmin İranın parçalanmasıdır. Nəzəri baxımdan. İran parçalanacağı halda Cənubi Azərbaycan ərazisindəki hərbi potensial kimə qalacaq? Azərbaycana qalacaq. Cənubi Azərbaycana. Və bilirsiniz ki, Azərbaycanlılar, İran Azərbaycanlıları İran ordusunda kifayət qədər güclü mövqeyə malikdir. Baxın, indidən gələcəkdə yenə deyirəm, mən nəzəri baxımdan deyirəm ki, belə bir plan olarsa, Azərbaycanlıları müdafiəsiz buraxırlar və kimləri silahlandıracaqlar? Yenə Kürdləri silahlandıracaqlar. Ona görə Azərbaycan İsrailə çox birmənalı şəkildə bildirməlidir ki, Azərbaycan Respublikası Cənubi Azərbaycanın şəhərlərinin, oradakı obyektlərinin vurulmasını qəti şəkildə qəbul eləmir, məqbul saymır və İsraildən bu addımlardan çəkinməyi tələb edir. Azərbaycan hakimiyyəti bunu eləyəcəkmi? Əlbəttə eləməyəcəkdir. Hamınız çox yaxşı bilirsiniz. Azərbaycan hakimiyyəti, necə yumuşaq ifadə edeyim bilmirəm, İsrailin çox yaxın dostudur. Hələlik belə ifadə edirəm. Bugün üçün bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Uzun müddət fasilədən sonra bu qədər insanın izləməsini görmək çox xoşdur. Hamınızı bir daha salamlayıram. Hər kəsə uğurlu həftə sonu arzulayıram. Allah məmləkətimizi və xalqımızı qorusun. Cənublu, şimallı hamısını. Sağ olun.